34-cü mətn 5-ci sinif ingilis dili. Read the passage and perform task 1-10. Mətni oxuyun və 1-dən 10-a qədər çalışmaları yerinə yetirin. Miriam Jackson is a student at a high school in the south of England. Miriam Jackson İngiltərənin cənubunda orta məktəbin şagirdidir. She studies many subjects at school. O məktəbdə çoxlu fənləri öğrenir. In winter she usually plays hockey. Qışda adətən o hockey oynayır. Outside school she also plays football for a girls team. Məktəbdən kənarda o həmçinin qızların komandasında futbol oynayır. Jack Stone is a student at high school in Midland. Jack Stone Midlandda orta məktəbin şagirdidir. He has 4 hours of sports at school every week. O həftədə 4 saat idman dərsi olur onun. He likes to play football, basketball and tennis. O futbol, basketbol, tenis oynamağı xoşlayır. Every summer his team goes to Europe to play against teams from other countries. Hər yay onun komandası Avropaya gedir, başqa ölkələrin komandaları ilə oynamağa. Burada birinci çalışma var. What is the title of the passage? Circle the correct answer. Mətnə başlıq seçmək lazımdır. İkinci çalışma takes the opposite of the word knows. Knows sözünün antonimi hansı sözdür? 1 ilə 2 çalışmaların cavablarını şərh bölməsində yaza bilərsiniz.